Adım Məryəmdir. 20 yaşım var. Atam, ögey anam və onun qızı Ayanla bir yerdə yaşayıram. Anamı çox kiçik yaşlarımda itirmişəm. Atam məni çox istəyirdi, amma təzədən evlənəndən sonra hər şey tərsinə döndü. Ögey anamın məndən heç xoşu gəlmir. Varsa yoxsa öz qızı Ayandır. Ayanda ki, əlini ağdan qaraya vurmazdı. Bütün günü ya oyun oynayır, ya rəfiqələri ilə çənə vurur, ya da internetdən alış-veriş edirdi. Anası ona ən bahalı paltarları alırdı. Hər şeyin ən yaxşısını verirdi. Mən isə evin bütün qara işlərini görürdüm. Evi təmizlə, yemək bişir, bazarlıq elə. O ağır zəmbilləri, su qablarını daşımaqdan canım çıxırdı. Çox yorulurdum. Amma heç vaxt şikayət eləmirdim. Ögey anamdan bir sağ ol da eşitmirdim. Elə bil evdə görünməz idim. 18 yaşım tamam olanda ögey anam Ayana oğlan axtarmağa başladı. Deyirdi ki, ən qəşəng donumu geyin, get məktəbin yarmarkasına. Qoy oğlanlar səni görsün, sənə yaxşı bir qismət seçək. Atam bunu eşidəndə dedi ki, Məryəm də getsin, bəlkə onu da bəyənən olar. Mən də utana-utana dedim ki, olar, mənə də təzə paltar alaq. Bu əynimdəki həm kirlidir, həm də balacadır. Ögey anam üzümə gəh-gəh çəkib güldü. Dedi ki, sənə təzə paltar, elə o köhnələri geyin, bəsindir. Yarmarkada Ayan ağappaq, bahalı donunda mələk kimi süzülürdü. Mənimsə əynimdə rəngi qaçmış köhnə bir don. Ürəyim sızladı. Dedim, yəqin mənə heç kəs baxmaz. Amma elə orada onu gördüm. Gülərüz, nurani bir gənc idi. Yaxınlaşıb adımı soruşdu. Mət qaldım. Məryəm, dedim yavaşca. Sən çox xeyirxah qızsan, dedi. Hər kəsə kömək eləməyin çox xoşuma gəldi. Bacım bunu görən kimi qaşlarını çatdı. Qolumdan tutub məni oradan uzaqlaşdırdı. Amma mən oradan gedəndə arxamca baxıb mənə gülümsəyirdi. Bir həftə sonra ögey anamın ağlına qəribə bir plan gəldi. Dedi ki, Ayan, sən Məryəmin köhnə donunu geyin. Məryəm də sənin o qəşəng donunu. Niyə belə elədiyini anlamırdım, amma çarəm yox idi. Yarmarkaya bu dəfə Ayanın donunda getdim. Hamı mənə baxırdı. Pıçıldaşırdılar ki, bu gözəl qız kimdir? Həmin oğlan yenə gəldi. Gözlərini məndən çəkə bilmirdi. Dedi ki, sən möhtəşəmsən. Ailənlə tanış olmaq istəyirəm. Bacım hirsdən partlayırdı. Ögey anamın da üzü sallanmışdı. Bir neçə gün sonra ögey anam məni parka gül yığmağa göndərdi. Orada ayağım sürüşdü. Yıxıldım, ayağım pis əzildi. Yerimdən tərpənə bilmirdim. Qorxu içində həmin oğlana zəng elədim. Sağ olsun, dərhal gəldi. Məni qucağına alıb evə gətirdi. Hər gün gəlib mənə dərman, yemək gətirirdi. O mənə hamıdan çox dəyər verirdi. Zəhmətimi də görürdü, qəlbimi də. Atam da axır ki ayıldı. Dedi, qızım, səninlə fəxr edirəm. Sən həm cəsur, həm də çox mərhəmətlisən. Ögey anamla bacım hələ də mənə quyu qazırdılar, dalımca danışırdılar. Amma artıq daha vecimə deyildi. Mən dərslərimə və işimə baxırdım. O oğlanla artıq çox yaxın idik. Bir-birimizi sevirdik. Bir gün atam kiçik bir məclis düzəltdi. Ögey anam yenə çalışırdı ki, ayağını gözə soxsun, məni isə alçaltsın. Amma o oğlan bizə gələndə mənə tərəf yeridi. Hamının yanında dedi, Məryəm, mən səninlə olmaq istəyirəm. Səni sən olduğun üçün sevirəm. O an keçirdiyim hissləri sözlə ifadə edə bilmərəm. Atam da xeyir duasını verdi. Bir neçə aydan sonra evləndik. Çox gözəl, sadə bir toyumuz oldu. Atam da yanımdaydı, gözləri gülürdü. İndi çox xoşbəxtəm. Sevən bir yoldaşım, arxamda duran bir atam var. Artıq hamı mənə hörmət edir. Həyat həmişə asan olmur, amma mən bir şeyi öyrəndim. Səbr eləsən, düzgün olsan və heç vaxt təslim olmasan,
Tale gec-tez sənin üzünə güləcək. Bəs siz Məryəmin yerində olsaydınız, onları bağışlayardınızmı? Fikirlərinizi rəy bölməsində yazın və daha çox belə maraqlı hekayələr üçün kanalımıza abunə olmağı unutmayın.